Ayda, səfərə getməliyəm, amma deyəsən stopum var. Bunu öyrənmək asandır. Necə ay ilahə? Köməkliyi göstər, yoxsa mənim bütün planlarım alt-üst olacaq. Mən danışım, sən dinlə. Xaricə getməzdən əvvəl stopunuzun olmasını yoxlayın. Bəzən bir quruma sorğu göndərib müsbət cavab alırıq. Hava limanında sürprizlə qarşılaşırıq. Ölkədən çıxış qadağanınız olub olmadığını bir yox, bir neçə qurumdan dəqiqləşdirməlisiniz. Daxili İşlər Nazirliyi, Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və Ədliyyə Nazirliyinin rəsmi saytına daxil olmaqla stopunuz barədə onlayn məlumat ala bilərsiniz. Amma Azərbaycanda ondan çox qurum vətəndaşın ölkədən çıxmasına məhdudiyyət qoya bilər. Bu qurumların əksəriyyəti isə stop məlumatlarını sistemdə saxlayır, mərkəzləşdirilmiş sistemə təqdim etmir. Səbəblərdən biri kimi şəxsi məlumatların ələ keçməsi təhlükəsi göstərilir. Bu vəziyyət vətəndaşlar üçün təhlükə yaradır. Amma məlumatınız olsun ki, vergi borcu olanlar, cinayət məsuliyyətinə cəlb edilənlər, axtarışda olanlar və digər şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Məndən sizə məsləhət: stopunuzun olub olmadığını yoxlamadan səfər planı qurmayın.